Əziz eloğullar, hörmətli qonaqlar, bildiyiniz kimi bugün Kəpənəsi kəndində, Ruslan Şadlıq evində bizim hörmətli eloğulumuz, gözəl şair Binəli Bayramın Turan yolu, Haqq yolu kitabının, ilk kitabının təqdimatıdır. Xeyirli, uğurlu olsun, himnimizi dinləyək, sonra tədbirimizi davam edək. Mübarək olsun. Kəpənəsi kəndində doğulmuşdur. Gözəl bir nəslin övladıdır. O, zəhmətkeş bir ailədə dünyaya göz açmış. Onun atası Vəli kişi kəndimizin dəmirçisi olub, sənətkar olub. Xalqın içərisində çox böyük hörmət, izzət sahibi olmuşdur. Və Binəli də Kəpənəsi kənd orta məktəbini uğurla qutarandan sonra əla qiymətlərlə həyatını, təhsilini Bakı şəhərində davam etdirmiş. Bakıda ali təhsil almış və həyat fəaliyyətini orada davam etdirmişdir. Ancaq Allahın ona verdiyi fitri istedadla Borçalının ab-ı havası, Allahın verdiyi fitrət onu şair etmişdi və duygularını hər vaxt qələmə almış və yazmışdı, gözəl şeirlər yazmış. Bu gün də onun ilk kitabının təqdimatıdır. Gəlin, əziz Eloğlumuza
gözəl şairə uğurlar diləyək, yaradıcı uğurlar diləyək və onu alqışlayaq. Arzu eləyək ki, davamlı olsun, ancaq nə qədər bundan sonra davamlı əsərlər də yaratsa, kitablar da ilk həmişə əzizdir. Əzizdir, ilk övlad kimi əzizdir. Ona görə Binəli, mən səni təbrik edirəm, Rəhsən əzizim elə olur. Var olasan, sən bu gözəl kitabında vətən ətri var, torpaq ətri var, millətimizin böyük qələbəsinin ətri var, sevinci var. Mən sənə uğurlar diləyirəm, can sağlığı diləyirəm, var olasın. İndi istərdim ki, məclisimizi hörmətli, əziz Eloğlum Kəpənərçi kənd 2 nömrəli İctimai Məktəbin direktor müavini Çingiz Yaqublu davam eləsin. Buyursun. Buyursun, dinməli. Gəl seçmə ehtiyac yox. İndi onu siz bilirsiniz. İcazənizlə mikrofonu qoyaq bu tərəfə. Əziz yaradıcı insanlar, söz və saz duyumlu qonaqlarımız, xoş gəlib səfalar gətirirsiniz. Bugün Binəli Bayramın sözünün, qəlbinin, əhatəsinin, borsalısının, kəpənətçinin işığına, yurduna xoş gəlirsiniz. Binəli Bayram, yəqin ki, kitab bizə gec çatıb, ona görə də çoxumuz məlumatlı deyirik, ancaq çatdıra bildik ki, hərəmiz bir-iki şeirini oxuyaq, fikrimizi bildirək. İnanıram ki, kitabı oxuyandan sonra hamımız fikrinizi daha media vasitəsilə bildirəksiniz. Ancaq bəri başdan bildirmək istəyirəm ki, Binəli Bayramı şeirlərindən birinci səhifədən axıra kimi türkçülük yağır, türkçülük eşidilir. Ona görə ki, Binəli Bayram türk sözünü, türk kəlməsini həm qiymətləndirir, türk halını qiymətləndirir. Fazil Nəcib Qısa Kürəyin bir belə şeiri var, bir beytdir. Türk sözü bir hecalı kəlimə, yazılsın başdaşıma, gərək yox heykəlimə. Türk harada varsa, ona nə heykəl lazımdır, nə heçsinə. Ona təbliğat lazımdır. Bahalı şeylərə, qiymətli şeylərə təbliğata ehtiyac olmadığını görə, Türkün türkçülüyü də bugün, elə 21-ci əsrdə artıq Türkün təbliğatına ehtiyac yoxdur. Bütün dünya onu təbliğ edir. Bütün dünya ilə dərk götürür. Siyasətində də, iqtisadiyyətində də, hər şeyində, hətta sözündə də. Ona görə ki, o söz Yunus Emre'dən başlayır, Mövlana'dan başlayır və o türk sözü puxtələşə gəlib, bugünkü müasir Azərbaycan şairlərinin, Azərbaycan yazarlarının hər birinin əsərində artıq özünü göstərir ki, bəli, mayası belə olan şeiriyyətin, poeziyanın gedişi hələ sonu yoxa, gələcəyə də yaxşı və gözəl olmalıdır. Və bir də onu qeyd eləmək istəyirəm ki, Binəli Bayramın, gəl mən bayram deyim, dilim uyumur. Ya bayramlı deyil, ya bayramov deyil. Seçim sənindir. Hə, seçim mənimdir. Onda da bu amda nə tərqarı bayramlıdır. Binəli Bayramın bir özelliği odur ki, bu adamın ixtisası sahəsi elə bir sahədir ki, heç onun poeziya şeiriyyətə dəxli yoxdur. Ancaq onun fitri istedadı, o təbiili, səmmiliyi, onu hər yerdən eşitdiyi atalar sözlərini, babalarından, nərələrindən eşitdiyi, kəpənətçinin masaqlarlarının eşitdiyi gözəl sözləri yavaş-yavaş təsbih kimi, munzuq kimi düzəl-düzəl gətdi, gözəl bir şeiriyyət ortaya qoyudur. Və inanıram ki, Binəli Bayramının o mayalandığı torpaq, mayalandığı hava, südü, sümüyü onu daha da qabağa aparacaqdır və yaradıcılıq uğurlar duyuram Binəli Bayramlıya. Belə tədbirləri çox-çox olacaqdır. Bu ilk kitabın təqdimatdır. Həm də 60 yaşda olmalıdır. 60 yaşda bir şəbəkatlar demək, əvvəldən 15-20-25 yaşında şeirlər çıxardırdılar, çap edirdilər. Allah verib saat mətbuat azadlığıdır. Kim burayı nə istəyir yazır, tək bir barada sponsor olsun, kitab işiniz görsün. Ancaq bu adam əgər 60 ildən sonra yaracını gətirib çıxardırsa, demək bu 60 illik təcrübəsindən oxuduğu şeirlərin, mayalandığı torpağın bütün mənalarını zərgər dəqiqləri öyrənə-öyrənə, bilə-bilə günkəldə çatıb. Ona görə də kitabı belə gec çap olunur. Və mən indi istəyirəm ki, çıxışlara başlayaq. Hamımızdan xahiş edirəm. Reglamenti gözləyək.
çıxış elənlərimiz çoxdur. Ona görə elə ilk çıxışı bu tədbirin təşkilatçısı ilk gündən bütün il boyu tədbirlər keçən, proqrama sığışdıra bilməyən, zorla bir təhər yerləşdirən Hüseyin müəllimə söz verər. Türklər Azərbaycan Konqresinin sədri, bütün tədbirlərin başkanı. Değerli eloğullar, hanımlar, beyler, hürmetli yaratıcı şəxslər, hürmetli kəpənəkçi əhli, hər birinizi mən ürəkdən salamlayıram. Vallahi mən hər dəfə bu kəndə gələndə, yəqin Zəlmixanla aramızda olan dostluğa görədir, yəqin elə olar. Mən özümü, bilirsiniz, o Amerikada bir şəhər var, nədir? Los Angeles, Mələklər şəhəri. Mən də burada özümü bir şairlər şəhərində hiss edirəm. İnanın Allah ki, mən fərqli bir hisslər keçirəm hər də bu kəpənəkçiyə gələndə. Allah sizi var eləsin, Allah bu eli var eləsin, həmişə belə şairlər yetirsin. Binəli bəyin bugün 60 yaş tamam olur və biz də bizim eloğullarımızdan harada yaşamağından asılı olmayaraq onların hamısının yaradıcı şəxsiyyətlərdən söhbət gedir əlbəttə ki. Onların həyatınla maraqlanmağa çalışırıq, yaradıcılığınla maraqlanmağa çalışırıq və Binəli bəyin 60 illik yubiley ərəfəsində olduğunu biləndə biz ondan xahiş elədik, bütün yaradıcılığını bizə göndərdi və bizim komissiyamız araşdırdı Binəli bəyin yaradıcılığını və çox maraqlı bir deməli ki, rəy yazdılar, Binəli bəyin yaradıcılığıyla bağlı mənə təqdim elədilər və biz qərar verdik ki, onun yubileyini biz doğulduğu kənddə Kəpənəkçi Şairlər şəhərində qeyd eləməyi biz qərarlaşdırdıq. Bəli. Dünyada da Kəpənəkçi Şairlər şəhəri. Bəli. Mən o ihtiyatlar keçirəm buraya gələndə və Binəli bəyin yaradıcılığında bəx məndən əvvəl çıxış edən dostlar da vurğuladılar. Onda böyük bir vətən sevgisi, onda böyük bir turançılıq, onda böyük bir türkçülük hər addımında, hər kəlməsində hiss olunur. Eyni zamanda onun fəlsəfi düşündürücü şeirləri maraqlıdır. Mən o kitabını demək olar ki, yaradıcılığıyla bütün tanış olmuşam. Onun o xarı bülbülə müraciəti inanın ki, adamı köyrəldir. Onun göz yaşlarını oxumaq üçün xarı bülbülə müraciətini eyni zamanda əmisini nətəri xatırlayır, əmisini nətəri vəsf eləyir. Daha doğrusu əmisinin dünyadan getməyində bütün kürr aləm, dünya hamı günahkardır əmidən başqa. Əlbəttə ki, əmilərimiz inşallah hamısı özlərinə yaxşı baxarlar, uzun ömür yaşayarlar, amma həqiqətən kəş hamımız əmilərimizə, dayılarımıza o cür şeirlər yazmağı bacarıyorduk. Mən sizin xarı bülbülünüzü oxuyanda bir şey xatırladım, Çingiz müəllim, siz indi hər dəfə vurğuluyursunuz ki, bir danışıq həddi, danışıq hüdudu qoyursunuz. Siz təşkilatçı olduğunuzda görəcək reglament yox. Yox. Amma reglamentin bir ölçüsünü, boyunu, buxununu deyin, cəmaat bilsin. Yoksa reglament deyirsiniz. Onun boyunu, buxununu da deyin ki, nə qədər o reglament deyilən o zaraza, ona görə biz işimizi görək. Çalışacağım, sizi yormayın, bir-iki kəlmə ilə yekunlaşdırım, amma xarı bülbüllə bağlı mənim də bir xatirəm var, onu sizə danışmaq istəyirəm. Mənim kiçik dayım Şamaxı Rəsədxanəsinin professorudur, Sabir Məmmədov, anamın kiçik qardaşı. Orada uzun illərdir orada fəaliyyət göstərir və orada da bilirsiniz, onlar günəş sistemini müşahidə elədiyinə görə əsasən yay aylarında orada olurlar, günəş yerə yaxın olduğu dövrdə. Və yay aylarında da Allah keçənləri rəhmət eləsin, anam rəhmətlik də müəllimi idi. Hər yay daim bir-iki həftə anamı da aparardı orada ki, dağ yeridir, biraz dincəlsin, bir havasını dəyişsin. Hürriyyət xanım. Bəli, Hürriyyət xanım. Və bir dəfə anam oradan gələndə gördüm, çox kövrək gəldi. Çox belə dolu gəldi. Anam da Həsən Məcruhun qızıdır mənim anam. Yəni ki, bir poeziya içərisində, yazı içərisində, ədəbiyyat içərisində
böyüyüb yoğrulmuş bir qadın idi. Deyir, gördüm, deyir, Sabir meşədə diz çöküb ağlayır. Dayım, xar bülbül tapıb Şamaxıda. Bitmiş xar bülbül, o qaçqınlıq illərində. Yəqin indi malın qoyunun dırnağında zadda bu toxum gəlib düşüb, tifinə tərsə və daim də ona bir şeir yazıb, qaçqın xar bülbül. Bax, siz mənə onu xatırlatdınız şeirinizdən. Və sizin yaradıcılığınızı oxuyandan sonra valla sizə dəyər verməmək, sizi sevməmək mümkün deyil Binəli bəy. Kaş və mən orada bir Zəlmixan rəngi də gördüm, bir Zəlmixan nəfəsi də gördüm sizin şeirlərinizdə. Ümumiyyətlə, Zəlmixandan yaşca kiçik, hətta bəzən bir az miqdarda Zəlmixandan yaşca böyük olan şairlərimiz də bütün Türk dünyasında mən dərdim, təkcə kəpənəkçiyi nəzərdə tutmuram. Hamı çalışıb ki, bir meyar kimi özlərinə Zəlmixanı qəbul eləmiş şairlər həddən artıq çoxdur. Onların hamısına da mənim çox böyük hörmətim var. Çünki çox düzgün meyar seçiblər özlərinə, çox düzgün zirvə seçiblər, o zirvəyə doğru irəliləmək istəyiblər həmişə. Bax, siz də o zirvəyə doğru irəliləmək istəyən şairlərimizdən birisiniz və mən inanıram ki, sizə bu gün artıq bir xalq sevgisi var sizin yaradıcılığınıza. Bayaq Çingiz bəy də vurğuladı, sizin ixtisasınızla bağlı müəllimlər yaxşı bilirlər. Biz orta məktəbdə oxuduğumuz illərdə elə bilirdik ki, şairlərin hamısı ədəbiyyatçıdır. Və tərsinə, ədəbiyyatçı olub şair olmayanlara çox təəccüblə baxırdıq ki, bu yazıq niyə şair deyil? Bu ki, ədəbiyyatçıdır. Amma hər bir ixtisas sahibləri, əgər ona Allahdan o təb gəlibsə, o ilham gəlibsə, o mütləq bir təzahür olacaqdır, özünü göstərəcəkdir. Fərqi yoxdur ixtisasından. Bu yaxından ATV-nin jurnalisti Ruslan çəkmişdi, bir çobanı çəkmişdi, nə gözəl şeirlər yazır. Onun heç bir fərqi yox imiş sən demə, ixtisasının filanın, əsas odur ki, bir qəlbin olsun, bir ruhun olsun, bir ürəyin olsun. Allah sizi var eləsin və bizim ədəbiyyatla məşğul olan komissiyamızın verdiyi qərarın əsasında biz demək ki, Binəli bəyi Gürcistan Azərbaycanlıları Konqresinin fəxri fərmanından təqdim eləmişik. Ayda xanım, indi o fəxri fərmanı mən sizin iştirakınızla, sizin şahidlığınızla təqdim eləmək istəyirəm. Sağ olun. Və olar bilirəm, inşallah sizin 100 yaşınızda da Gürcistan Azərbaycanlıları Konqresi sizi təltif eləyər. Fərqi yoxsadır kim olacaq. Əsas o, siz yazı yaradır. Sağ olun. Sağ olun. Deməli, bilirsiniz, Hüseyin müəllim də vuruladı, Ramiz müəllim də vuruladı. Bizim kəndimizin düzərtisi, bari bərəkətli şairi sözdür. Ona görə şairlər şərəfliyəm. Bəli, bu ifadə qeyd elədik kəndimizin tarixinə. Üzü Alxas Ağadan bəri, Rəşid müəllim, Acalov, Abbas Abdullah, Lətif Güləhmədov, Hacımrat müəllim. Hacımrat müəllim, Rəşid müəllim. Ondan sonra Ziyadxan, Nəsrəddin Ayvazov, sonra Məsim Göyüşov, Sinas Abbas, Namazov Məhəmməd. Bəli, Namazov Məhəmməd, Səhrəf, bəli, Səhrəf Bağırov buradadır, belə. Sonra Ziyad Qasımov, Novruzoğlu, Nəsrəddin Musayev, Emin ağa, bəli, çox üzr istəyirəm, səhv elədim, yer oradan bəri gəliydim. Maşallah, saymaqla qutarım. Yəni, saymaqla doğrudan qutarandır. İndi biz xahiş eləyəcəyik, bu ədəbiyyat sahəsində məşğul olanlarımızdan kəndimizin bir ensiklopediyasını hazırlasınlar, Kəpirəkçi ensiklopediyası. Neçə cildə olacaq, onu bilmirəm. Yox, bizimki yalnız sağ söz torunlar, bizim arxeologumuz yoxdur, sizin dayınız kimi. Bizim günəşlə, göynə işimiz yox. Biz realına görürük, onu yazırıq müəllim. İcazə verin, indi də Ziyad Novruzoğlu kəndimizin gözəl şairi, Yaqubovların yeznəsi. O bizim qızı alana qədər başqa işlərlə məşğuldur. Qızı alandan biri sonra qardaş, Allah bir şey verici verdi, şair oldu. Sizi mən belə
gülərüz, şad xürrəm görməyə çox xoşam, çox yaxşıdır mənim üçün, var olun. Binəli Bayrama da təşəkkür edirəm dəvətinə görə. Deməli, mən illərdir Binəli Bayramla yazışırıq. O şeyləri mən göndərir, mən ona göndərirəm. Dəyər verir şeylərimizə. Yəni, mən 20 ildən çoxdur, bəlkə də 25 ildir qürbətdə, Rusiyada yaşayıram. Elə gözəl təsadüf oldu ki, gəldim ən birinci dahi şairimiz Zəlimxan Yaqubun yubileyinə təsadüf oldu. Çox xoş oldu. İndi də qardaş Binəli Bayramın kitabının ilk təqdimatına və doğum günü 60 illik yubileyinə təsadüf oldu. Çox sevinirəm, çox şadam. Ümumiyyətlə, valla sizdən ötürü darıxmışam. Elə Binəli Bayramı bir bənd şeirində məni vətənə səsləyir. Vətənsiz yaşama qardaş amandır. Bu dərdə həsrətə dözmək yamandır. Qürbətin baharı qardı borandır. Silinməyən bir tarixdir borsalım. Bu sözlər mənim burada indi də qulağımda səslənir. Deyirəm, Allah qoysa, inşallah Allah qismət eləsin. Bu şeirin cavabında da mən bunun şeirlərini oxuyarkən bir şeir yazmışam. İcazə versəniz onu səsləndirəm. Buyurun. Məktəb illərindən üzü bu yana, saza sözə marağı var könlümün. Məktəb illərindən üzü bu yana, saza sözə marağı var könlümün. Söz dünyanı, bir dünya duyana, gülşəni var, gül bağı var könlümün. Oxumuşam, hikmətlər var sözümdə, uzalmışsan el-obanın gözündə, Türk dünyası yaşatmışsan özümdə, işıq saçan çırağı var könlümün. Sanmayın ki, mən həddimi aşıram, sizi oxuyanda aşıq daşıram, yazanda dağlarla doğmalaşıram, qələm adlı yarağı var könlümün. Xəyallarım yurt yerini dolaşdı, döndü dağ çayına, çağladı daşdı, şair üçün 60 yaş nə yaşdı, 110 illik sorağı var könlümün. Novruz oğluyam mən, Ziyaddır adım, dahi şair Zəlimxandır ustadım. El qədrini bilən şair aradım, Binəli tək bulağı var könlümün. Var olasınız, Binəli var olun. İndi Binəli Bayramın bu kitab bəğlər Çingiz müəllimi dedi ki, geç çatdı bizə. Varaqladım, çox xoş. Hər sətrindən, hər kəlməsindən vətən həsrəti, vətən sevgisi, ata-ana, əmi dayı sevgisi, belə deyim, torpağa, müqəddəs torpağa sevgi yağır oradan. Bir şeirini, bir bəndində deyir ki, dünya bir üzükdür, qaşı borçalım, müqəddəsdir, dağı, daşı borçalım, uludur, 1000 ildir yaşı borçalım, bəğlər dedim, silinməyən bir dünyadır borçalım. Allah Binəli Bayrama can sağlığı versin, uzun ömür versin, bu kitabların davamlı olsun, biri yox, 1001 olsun. Allah sana can sağlığı uğurlar, sana diləyirəm. Bir də icazə versəniz, həmən bu borçalı bəndində ürəyim biraz coşdu, bir şeir yazmışam. Öz tərəfimdən deyir, başqa tərəfimdən deyir. Yaxınıda dəyişəm. İndi də söz verilir, borçlarımızın, elimizin, obamızın, Türk'ün ruhu olan saza. Kendimizin güzel aşı Orduxan. Orduxan indi görərsiniz, elə bir ki, kamandarı səsinə qulaqsızsınız. Və özünüz qiymət verin bu ustada. Əgər qiyməti yaxşı oldusa da, ondan sonra təbliğat başlayır. Yox, bir dənə mən fikir oldusa da, köhnən planda qalaşır. İnşallah yaxşı olur. İnşallah. Görək. Bütün dediyiniz arzulara qoşularaq bütün təbrik edirəm.
bizim elimizin gözəl oğlunu xoş gəlib, səfa gətirib və bu kitablar daima çox İnşallah inkişaf eləsin, artsın. Allah gözümüzü kəsərdir. Qələminizi belə nə tərdim, belə güclü eləsin və inşallah biz də sizin çalışarıq ki, şeirlərinizdən örgədək, ərmağan eləyək xalq. Odu ocaqdan, közü kömründən biləsən gərək. Çörək fəhnədə qalıb uzaqda, qundağı uzaqdan alasan gərək. Yaddan, axıranı pəncədən biləsən gərək. Qartalı qalıqda, ördəyi göldə, şəhli qayada, ceyran çöldə. Şadlığı ovada, aşığı eldə, halqası yanında görəsən gərək. Yanmaq gərək, elə yan ki atəşmə, gülbərə çalmaq desin. Sevmə şairəm deyən kəs burayı közdən gərək, yağ olsun inciməsin hər bu sözdən gərək. Salmasın gözden gərək, yeriyəmdən arxasından yerlərək Allah desin. Amanay, mənim balamay, mənim balamay.
qiyamət etdiyim günlər olaydı. Bəli, açıq cahanlar demiş, həqiqi dünyamızın arzuya durubdur. Qız gəlini mən başına yığaydım. Saf dərədən şaş-şaşotu yığaydım. Boylanaydım, zirvələrdən baxaydım, dumanla etdiyim günlər olaydı. Ay binəl xatirələr sellənə, sardaq duran nehrə atda yellənə. Bəli, yaylaqlar dil açıb yenə dillənə, qoynunda bitdiyim günlər olaydı. Qoynunda bitdiyim günlər olaydı. Vardım. Könül Köşkü qrupu və Ayda xanım Gülzar, Eyvaz bəy, Həzər xanım, Rəfqan bəy. Buyurun görək. Bu qrupunuz gözəl qrupdan nəsə? Əzəli xilqət. Salamla başlanır xilqətə hörmət. Salamla başlanır mehr məhəbbət. Səcdə eyləyirsə salama hər kim. Salam əleykim. Əziz Kəpənəkçi xalqı, Binəli bayram sevənlər, hamınızı xoş gördük. Təbii ki, bizim ürəyimizdən keçənləri Binəli müəllimə dedilər, yəni saatlarla danışmaq olar. Amma mən bir başqa tərəfdən qatılmışam, biraz haqqım var danışmağa. Doğrudur, şeirlər şəhər, həqiqətən saz söz adamı da olsaq, mən çox çəkinirəm Kəpənəkçi kimi bir eldə söhbət danışmağa. Vallahi həqiqətən sözüm elə bir ki, bitir danışa bilmirəm, amma məcburam ki, Çingiz müəllim bəzi şeyləri açıqlayam. Həm də məni görəndə dili topa sar, həmçin. Zarafatın yeri deyil. Üzr istəyirəm, xoş gəlibsiniz Ayvaz müəllim, hər birinizi salamlayıram. Qoy bir qrup rəhbər kimi danışım, haqqımız var buna. Və ondan öncə yenə hər birinizi salamlayıram. Deyir, elə ki doğuldun, açdın gözünü, anam söylədi ki, sən ağlamadın. Mən yaxın getdikcə çəkdin üzünü, məni ana deyib qucaqlamadın. Mən karı deyiləm dedim, ay ana, aldığım nəfəsim ətim, canımdır. Sən doğduğun nəfəsi o verdi bana, bir anam sən, biri Gürcüstanımdır. Gürcüstanımızı salamlayıram. Mən qısa da olsa ürəyim dolu sözləri deyəcəm, sonra Könül Köşkü haqqında bir söhbətlərimizi deyəcək. Və Binəli bayram sizi təbrik edirəm. Şeirdən qırağa yenə də həmişə haşiyə çıxmaq istəyirəm. Bir əzizim az adamda, qulamda az adamda var, dövlət hamı da var, yaxşılıq az adamda. Binəli qardaşımızı salamlayıram, alqışlayıram və pandemi dövründə biz durduq bir qrup açdıq. Qrup ham açdı, hər kəs açdı. Yəni qrup haqqında da çox geniş deyə bilməyəcəm, qısa bir lakonik çalışacağım və qrupa adamlar daxil oldu, 107 nəfərdən gəldik, 147-50 nəfər qaldıq. Biz orada 4 ilin ərzində balaca bir Turan dünyası qurduq. Bu şeirlər hamısı vətənpərvər və hər kəs də Qazaxıstandan Ayvaz müəllim qatılıb və dünyanın 4 bir yanından qatıldı. Biz bu elə bir gözəl iş yaratdıq ki, Həqqi Turan qurduq. Bərüz də rəhbəri mən oldum, Türkiyədə rəhbərlərimiz oldu, hər ölkədən. Və axırı birlik eləyəndə ədliyyədən keçməli olduq və bunu birlik şəklində və pandemiyaya görə bizi keçirmədilər. Ulus fondunun üzərindən sağ olsun, Ulus fondunun rəhbəri. Keçdik və Türkiyədə açılışını elədik. Pandemi aman vermədə açılış eləyək. Biz orada Çingiz müəllim, Nigar Rəfibəylidən tutmuş, Yuli Simrədən tutmuş Marmur Radiosu, dünyanın hər yerinə qatıldıq və orada çox bir möcüzələr yaratdıq və Türkiyədə açılışını elədim. Televiziyalara qatılmışam, Könül Köşkünün və plakatını aldıq, o tərəf, bu tərəf. Və Binəli müəllim orada çox gözəl kim dəvət gətirdi bizə, ona da təşəkkür edirik. Orada öz sözündən, özünün aristokratlığından, həmişə insanlığından, həyasından, İsmət çox gözəl bir Binəli, sizi təbrik edirəm. Mən bütün bilirsiniz ki, şeiriniz, poeziyanız onun içində biz bir ailəyik və Ayvaz müəllim də Qazaxıstandan gəlib, Əfqan Qaraçöpü təmsil edirdi. Həcər xanım onda Astraxandan qatılırdı. Yəni o üzvlərin hamısı ayrı-ayrılıqda vətənpərvərdir, televiziyada, liderdə, hər yerdə adımız çəkilib Könül Köşkü. Və mən sizi təbrik edirəm. Yoldaşlar öz sözlərini desin və ifamızda nə istəyirsiniz onu eləyək. İnşallah. Ayvaz müəllim buyurun. Mən də təbrik edirəm sizi. Gözəl qardaşım, gözəl şairimiz.
Allah sizə uzun ömür, can sağlığı versin və bu kitabda uğurlarınız bol olsun. Təbrik edirəm. Əvvəlcə Allahın gözəl salamı ilə burada yetişən hər kəsi salamlayıram. Təbii ki, Binəli bəylə, Binəli müəllimlə bizim tanışdığımız Ayda xanımın təşkilatı ilə qurmuş olduğu Könül Köşkündəndir. Əvvəlcə bizi dəvət elədiyiniz üçün sizə çox-çox sağ ol deyirik. İnşallah uğurlarınız bol olsun. Bu birinci yox, bir neçə belə kitab təqdim etməyi Allah sizə nasib eləsin, qismət eləsin. İnşallah. Turan yolu, Haqqın yolu, kitabın adı çox mənalıdır, çox gözəldir. İnşallah Turan dünyamız qurdular və dünyaya haqqı, ədaləti, gözəlliyi gətirmiş olar. Biz də ki, baxıb, yaşımız çatsa, ömrümüz çatsa, o adla, o Türk olmağımızla fəxr eləmiş olar. Sağ olun, var olun bizə söz verdiyiniz üçün. Təbii ki, Borçalı sözün, sənətin, belə deyək, qaynadığı, yetişdirdiyi torpaqdır. O cümlədən Kəpənəkçi eli də elə bunun Borçalımızın sayılıb seçilən bölgələrindən də, kəndindəndir. Eşq olsun Kəpənəkçi elinə, eşq olsun Turan dünyamıza, eşq olsun Borçalımıza. Sağ olun. Mən də salam əleykum deyirəm. Tel Aviv rayonundan gəlmişəm Gürcistanın. Baxmayaraq çoxdandan arzusuydum. Efir vasitəsilə görüşmüşdüm, üzünü görməmişdim. Amma gəldim, maşallah, maşallah, Allah çox görməsin. Bu eli də ürəyimdən keçirər. Zəlmuxan Yaqubun, Allah rəhmət eləsin cəm üstadlara, onun elini görmək, mənim üçün ziyarətə gəlmək böyük bir şərəfli qazanacaq. Və nə deyərdim bunu? Deyir, mən Pushkin oxumuşam, qada qalma boyda şeiriyyətdən, ədəbiyyatdan başım çıxmır. Amma sevirəm şeiriyyəti, sevirəm səni və cəm üstadlara, Allah rəhmət eləsin deyirəm. Sağlara can sağlığı, 100 yaşan, ömür yaşan, xoşbəxt yaşan. Bu axşam şənlənib qəlbi sevilən, söyləyib danışan dillər var olsun. Min ilham alanlar bu Kəpənəkçi elindən, bu ağır mahalınız, eliniz var olsun, Borçalı, gözünüz aydın olsun, gözünüz aydın olsun. Gül atsın Binəlinin gülşənli bağı, olmasın qəlbi hicran dustağı, toyçusu, aşığı, gələn qonağı, hörmətlə uzan, əllər var olsun, Borçalı gözünüz aydın olsun, sağ olun Ramazan. Və səni nəyə görə sevmişəm qardaşım, ona görə ki, o nəyinki olmasın, sözümüz də tutulur, sazımız da tutulur, həm də dedim, bizim xamramız da tutulur. Ailənizlə çalı oxumaqlıq bizim nəsildə kökdə də var. Baxmayaraq orada indi biz bir balaca Gürcülərin ən qatı yerində oluruq, dağların dibində, Qafqaz dağlarının. Bir balaca ədəbiyyat, orada Gürcü məktəbi var da. Ona görə ədəbiyyatdan bir balaca bilmirik, amma sazın sözü sevirik və həvəsimiz var. Ona görə qadanalım. Sən çalı oxumayacağım, amma bu bir şeirimi deyim, mahnı da siz oxuyasınız. Mən Ayda xanım var olun. Siz bu birliği təşkil ediniz. Bax, neçə eli bir-birini birləşdirib, o da böyük bir qüvvədir. Ona görə elimiz, millətimiz var olsun. Xan da Qaraçıya möhtac olarmış. Atalar sözüdür, kəlməni qorur. Meyvə bar verəndə başın əyərmiş. De şükür Allaha, qisməti qorur, qisməti qorur. Aya, nə olar, nə olar? Birinin hoyuna çatasan, yaxşılıq eləyib, kişilik yapasan. Nə xeyirdən, nə də şəhərdən qalasan. Sən Allah, mərfəti, hörməti qorur, qorur. Raksizlərdən, aya sən nə bilirsən, nələr görərsən? Talibən ömürdən lap bezkərsən, o keçən günlər əl-əl gəzərsən. Sən Allah, qeyrəti, vicdanı qorur.
qoru. Bu yaşlı vaxtında Binəli qürbət eldiyəm, Almatı şəhərindəyəm. Vətənin eşqi ilə həsrətindəyəm. Qabalımın, kəlamımın həsrətindəyəm. Sən Allah vətəni, milləti qoru, milləti qoru. Eyvaz, bel bağladın cavanlığına, gəncliyi şok keçən o çağlarına, ay Allah, tozalısan. Düşürsən bir kimsə yanına, Allah'ım, Allah'ım betərdən qoru, Allah'ım, Allah'ım dünya qoru, Allah sizlər qorusun. Var olun. Çəkin, mən buradan yenə bütün dünyanın dört bir yanından baxan Könül Köşkünü salamlayıram. Onda çox sözlərimiz, çox şeylərimiz var, amma da o vaxtınızı almıyorum. Həqiqətən ürəyimiz doludur. Yenə siz təbrik edirəm Binəli qardaş. Orada sizin şeiriniz hər gün eşitmişim və nöqtə-nöqtə bilirik hər şeyi. Amma kitabda yeni şeirinizi indi gördük. Yeni deyil, yəni höküm bayrağını qaldıran əllər bir daha göylərdən enməyəcəkdir. Türklük ateşi ilə yanan ürəklər haqqın ocağıdır, sönməyəcəkdir. Mənim türkçü qardaşım sizə uğurlar arzulayıram. Biraz xanimdaş olduğuma görə bir şey qatacağım, mən bir şeylə. Bir şairim var benim, doğulubdur torpağımda Zəlim xan. Qızmar yaydan aman, aman, aman ey. Qızmar yayda sinəsində qar mənim. O qarında, o bağımda Zəlim xan. Binəliyəm, yar, yar ey. Binəliyəm, Zəlim xansız qalmışam. Ey, ey, Binəliyəm, Zəlim xansız qalmışam. Ustadımdır bilinmənim, ustadsızdan qalmışam. Şeiriyyəti ilə məndə, şeiri ilə məndə meyil salmışam. Ay aman, ay aman, ay aman ey. Şeiriyyətdə məndə meyil salmışam. O şeirimdə, o dilimdə, o bağımda Zəlim xan. Ay aman, yar, ay aman ey. Borçalı tək bir diyara bağlısınız, Türk oğlu Türk kimi adını sanlısın. Borçalı tək bir diyara bağlısınız, Türk oğlu Türk kimi adını sanlısınız. Uca dağlar kimi göy vüqarlısın. Uca dağlar kimi çox vüqarlısınız. Ay eller atası kəfənəkçilər, ay atam balası kəfənəkçilər. Ay eller atası kəfənəkçilər, ay atam balası kəfənəkçilər. Həcər xanımın proqramı başladı. Ozan yurdu kəfənəkçi oğluyam, Ozan yurdu kəfənəkçi oğluyam. Binəliyəm sinəsizlərə bağlıyam. Ozan yurdu kəfənəkçi oğluyam, Rüsmuhumla cismimlə sizə bağlıyam. Binəliyəm sizsiz sinə bağlıyam.
Həcər xanım, buyur. Şair değer selam olsun. Şair değer selam olsun. Bu dünyadan o dünyaya, bu dünyadan o dünyaya, o dünyaya, o dünyaya. Yaxşı söz kelam olsun. Yaxşı söz kelam olsun. Bu dünyadan o dünyaya, bu dünyadan o dünyaya. Yarın alım ay derdin alım. Sənə fəday olsun canım, sənə fəday olsun canım. Vətəndir dilim imanım, vətəndir dilim imanım. Ay leyli leyli, ay leyli leyli. Kəsər mənim də kərvana, keser benim de çarvanım. Bu dünyadan o dünyaya, bu dünyadan o dünyaya. Yarın almay derdin, almay terlam bana. Ha böyle bir şehret kazandı, bir şehret apardı, kazandı hürmet apardı, kazandı hürmet apardı. Ay 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 bana, ay terlam bana. Desinler rahmet apardı ben beyim. Desinler rahmet apardı bu dünyadan o dünyaya, bu dünyadan o dünyaya. Yarın olmay derdin, olmay terlam bana. Desinler rahmet apardı ya, bu dünyadan o dünyaya, bu dünyadan o dünyaya. Ay sağ olun, var olun. Allah size can sağlığı versin, uğurlarınız bol olsun. Bir daha tebrik ederim. Şairin özü hemen şeiri indi şair kim demek istəyir? Mahnısına qulaq asdıq. Yəqin ki, izahlı dəyəcəkdir. Elə mi? Buyurun. Hər vaxtınız xeyir olsun, gününüz mübarək olsun, dəyərli dostlar, könül köşkünün üzvləri, Kəpənəkçi əhli, Borçalının hər bir yerindən bura qonaq gələn şairlər, aşıqlar, xoş gördük hər birinizə. Allah sizi var eləsin. Bəli, ədəb sayılsa da məclisdə susmaq, məsləhət zamanı danışmaq gərək. İki söz ağla nöqsan gətirər, yersiz susmaq ilə yersiz söz demək. Çox danışmaq bəlkə asandır, amma çox oldu desələr böyük nöqsandır. Allah sizləri var eləsin. Mən də hər birinizə təşəkkür edirəm ki, reglamenti gözləyirsiniz, qısa konkret danışırsınız. Salam Allah salamıdır, verənlərə salam olsun. Hörmət edib haqq salamın, alanlara salam olsun. Doğru bular düz yerini, o da axtarar köz yerini. Harda olsa öz yerini, bilənlərə salam olsun. Bilənlərə salam olsun.
Hak baş eğer emre demiş, yok itibar ömre demiş. Bizi Yunus İmre demiş. Bilenlere salam olsun. Sizlere salam olsun. Eşk olsun sizlere. Burada ancak söze, saza, şeiriyata, öz köküne, nesiline, ocağına, eline, vətəninə bağlı olan insanlar iştirak edir. Eşk olsun sizlere deyirəm. Hər birinizi alqışlayıram. Və sizlərin şərəfinə hər incə mətləbi anlamaz naşıq, tez düşər kaman əlindən. Könlüm zirvələrlə görüşmək istər, yol tapa bilmirəm duman əlindən. Şöhrətə yetirən bağı bar imiş, ən uca dağların başı qar imiş. Nə yaxşı dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən. Rasim bu dünyanın nurudur insan, kim bilməz qədrini, yaratsan, yansan, sən elin, vətənin qədrini bilsən, yıxılsan tutmaz mı zaman əlindən? Eşq olsun sizlərə. Həcər xanım o şeiri elə gözəl oxudu ki, istədim o şeiri mən də təkrarən deyim. Bu dünyadan heç bir kəs heç bir şey aparan deyil, aparsa 5 arşın ağ aparacaq və rəhmət aparacaqdır. Allah sizləri var eləsin. Bu dünyadan o dünyaya rəhmət aparmaq hər birimizə Allah Teala qismət eləsin. Şair deyər, salam olsun bu dünyadan o dünyaya, yaxşı sözüm kəlam olsun bu dünyadan o dünyaya. Halallığa baş qoyayıl, ahirətin torpaqdır bil, aparar bizi Əzrail bu dünyadan o dünyaya. Şimşək olub çaxmaq olmur, şəlalə tək axmaq olmur, pəncərə yox, baxmaq olmur bu dünyadan o dünyaya. Sənə qurban olsun canım, vətəndir dinim, imanım, köçər mənim də kərvanım bu dünyadan o dünyaya, bu dünyadan o dünyaya. Binəli şöhrət apardı, qazandı, hörmət apardı, desinlər rəhmət apardı bu dünyadan o dünyaya. Allah sizlər var eləsin. Sağ ol, şair sağ ol. Şair həmişə gözləyir, axırda bütün rəş sözləri deyəcəkdir. Amma ən yaxşı məsələ gözləmək və axırda hamının çıxlarının xırda pısat beynində toplayıb və gözəl çıxış edəcəkdir. İndi də icazə verin, kəndimizdə, elimizdə, obamızda belə gözəl tədbirlərin təşkilatçısı, ideya verəni, senarisi yazanı Hidayət müəllimə söz verək. Hidayət müəllim, buyurun. Bütün qonaqlara xoş gəldin deyirəm. Burada çox dəyərli, gözəl ziyalılar əyləşiblər. Allah sizləri var eləsin, həmişə hər yerdə tapılmağa Allah qismət eləsin. Borçalımızın ən gözəl tədbirlərində iştirak edir və millətimizə, xalqımıza bu bizim xidmətimizdir. Bununla bağlı olaraq hər birinizə uğurlar arzu edirəm. Bugün xoş bir günə yığışmışıq. Elimizin çox dəyərli oğlu, mərfətli oğlu, mədəni oğlu, hərəkətinlə, danışığınla həmişə özünə hörmət qazandıran Binəli Bayramın bugün həm ad gününə, yubiley gününə, həm də təbii halda deməli ilk şeirlər kitabının təqdimat gününə. Yəni bu iki günün bir günə düşməsi də çox gözəldir, təbrikləyiram. Və birinci dərəcəli Binəli qardaş səni ürəkdən təbrik edirəm. Mən Binəliyi çox əvvəldən tanıyıram. Və tarih elə eləyib ki, bizim bir yaxınlığımızla, bir belə deyim ki, əmsi ailəsindən dostluğumuz da olur. Bu müddətlər ərzində Binəlinin tam mədəni, həqiqətən də ziyalı adına layiq hərəkətlərinin dönə-dönə şahidi olmuşam. Sonralar da bayaq dediniz ki, bu kitab təzə çıxıb. Amma Binəlinin deməli, müxtəlif Facebook'da, burada, bu Instagramlarda bu şeirləri çap olunur, deyilir və mən də bunun ilk
belə deyim ki, araşdırıcılarından, ilk dinləyicilərindən biri olmuşam. Alqışlayıram. Yəni əvvəlindən başlamayıb, sonradan yazan bütün insanların hər birinin ürəyi doludur ki, o şeyləri fikirlə, dillə, cümlələrlə deyə bilmədiklərini şeir dilindən deməyə çalışır və bütün kimlər ki, özündə bir təpər tapıb, bu şeyləri sonradan da olsa yazmağı bacarırsa, alqışa layiq olurlar. Çünki həyatda nəsə özündən sonra bir iz qoyub gedənlərdir. Yazmayıb getməkdənsə, yazıb getmək daha məqsədə uyğundur. Alqışlayıram bir daha səni. Bu ilk kitabında, indən sonra da daha dönə-dönə arzu kitabların gəlsin və bir hissəni də oradan nəzərinizə çatdırmaq istəyirəm ki, Binəlinin şeirlərinin demək olar ki, əksəriyyətində çox da ümumi biraz qruplaşdırmaya getsək, bir türk və türkçülük, ikinci vətən sevgisi, üçüncüsü də müxtəlif deməli olan insanlara qarşı ürəyindən qopub gələn sözlərdir. Hər üçü də hamımız üçün bugünkü həm gündəmdə olan, həm də hamımıza maraqlı olan gözəl mövzudur. Əvvəla türk və türkçülük bizim qanımız, dilimiz, canımız çoxdan türk deməyə çətinlik çəkdiyimiz bir mövzumun bugünkü günü formalaşmasında Binəli Bayram və onun kimi bir çox şairlərimiz, yazıçılarımızın onda bu sözləri tez-tez təkrar eləməsi, bu duyğuları insanlara yaşatması bizə yenidən köhnəliyi, yenidən belə deyim, keçmişimizi, əvvəlimizi qaytarır. Alqışlanmasa aldı. Vətəni sevmək, vətənlə bağlı olan şeirləri yazmaq, valla Binəlinin bir ən çox bu pandemiya dövründə təkcə kəpənəkçi ilə yox, Borçalı ilə, Borçalının dağlarıyla, Borçalının ab-havasıyla, kəpənəkçi yaylaqları, müxtəlif toponimlərlə bağlı yazdığı şeirlər həqiqətən tarixdə bu Borçalının adının da qalmasına, dənizdə bir damla olacaq qədər də olsa xeyri olan şeylərdir. Bu da alqışlanması alır. Və özünə yaxın olan insanların, kimlərinsə haqqında şeir yazırsan, kimlərsə sənin haqqında şeirlər yazırsa, bu da gözəl insana, xas insana mənsub olan gözəl xüsusiyyətlərdir. Alqışlayıram səni, bir daha uğurlar arzu edirəm. Neçə-neçə belə kitabların müəllifi kimi səni bu kənddə qarşılayaq, bu salon açsın, daşsın, olsun. Biz də fərəhlə əl çalaq, alqışlayaq. Sağ olun. İndi isə icazə verim, anada gəlmə şair təbiətli olan Zaşir müəllim. Şeir sevən, poeziya sevən, öyle də şeir yazan, şeiri gözəl analiz edən Zaşir müəllimə söz verir. Buyurun müəllim. Böyük alqışlar və böyük təbriklər sizlərə sürür. Sizlərə düşür ona görə ki, gözəl kişinin güzel tarixi gündə siz böyük müəllimə səri gətirin gəlmişsiniz. Və hər biriniz bu insana, bu kəpənəkçi oğluna, bu türk balasına səmimi məhəbbətinizi bariz şəkildə ifadə etmək üçün bugün buradayım. Və bu Allah'ın bu günlər bizə verdiyi çox böyük bir yaşanan ömürlərə layiq dəqiqələrdən biridir. Bu günümüz mübarək olsun. Şehir görüşümüz, ürək görüşümüz, körlük görüşümüz mübarək olsun. Və mən şübhəsiz ki, məndən də üzr istəyirəm, yəni hamıya dağılmışım. Və bu günləri sosial şəbəkədə izlənən, ən çox izlənən şairlərdən birincisi olmasa da üzr istəyirəm, biri bizim elə olduğumuz Binəli Bayramıdır. Və bu bizim üçün fəxrdir. Və Binəli Bayramın bugün ürəklə, qürurla, can dolusu, qan dolusu ürəkdən gələn sözlərinin haradan qaynaqlandığı, haradan mənbə götürdüyü hamıya məlumdur. Və bunun izahına heç ehtiyac da duyulmur. Alxan Saladan, Rəşid Hacıalıdan başlayan, Zəlimxan Yaqubun şəxsində, timsalında zirvələrə yüksələn, bu günləri həmin zirvədə dayanmağa çalışan və sürətlə, inanla o zirvəyə uzalmaq istəyən Binəli qardaşımıza eşq olsun. Kəpənəkçi kəndi, Gürcüstan torpağı, elə bir torpaqdır ki, Allah Taala'nın bəxş elədiyi bu gözəl cənnət məkan, Gülşah, burada şahit olmamaq mümkündür. Burada olan insanların və olmayan insanların hamısı özünə görə şahitdir. Hərənin öz bir qəlb dünyası var.
bir könül dünyası var. Ancaq Allah Teala indi onu hər adama vermiş ki, könlündə olan nidaları, o alqışları, o xeyir duaları, vətən məhəbbətini, ilahi sevgiyi, Tanrıya sevgiyi, insana sevgiyi, təbiətin nadir gözəlliyinə sevgiyi dillə ifadə edirlər. Və o da var, xoşbəxt ki, o həm könlündə var və könlündəkini dilə gətirib bizlərə saxlayıb bizimlə paylaşır. Məli şair, bax sizin varlığınız, sizin gücünüz, sizin qüdrətiniz bu ifadələrdədir. Siz xalqlansınız, xalqdan yoğrulubsunuz, xalqdan mayalanmışsınız, bu kəndi suyundan böyüyübsünüz, cığırla, düzünlə, çəhlimlə, yamacınla yeriyibsiniz, sürünübsünüz və bu günləri həmən cığır sizi yollara qovuşdurub, o yollar da inşallah sizi uca dağlara, böyük məqsədlərə çatdıracaq. Və heç bir izahatsız burada gördüyüm bu mənzərə hər şeyə bəs edəyir. Bax, 1, 2, 3, 4, 5, 6, inşallah bu əlbət 16-ya qədər çatacaq. Burada ki, görülən bu bayraqlar var. Bu, İnəli müəllim arzusudur, bu dünyanın arzusudur, haqqın arzusudur. Haqdan gələn ədalətin səsidir. İnsanlığı müdafiə edən dünyanın sahibi olacaq bir səsdir. Talib bizə, Hidayət müəllim nə dedi, şeylərdən də dedi, Türk dünyasına elə bir haqq verir ki, elə bir qüvvə verir ki, onu dağıtmaq, onu yox olmaq olmaz. İncəlmək olar, üzülmək olar, amma qırılmaq olmaz, ölmək olmaz. Türk dünyası, Türk xalqı nə düşmənə, nə yada eylər, əyirsə haqqa, ədalətə eylər. Eşq olsun günümüzə, hamımız gəlmiş edelim. İcazə verin, indi də ağır yerişdir, ağır danışıqlar. Yerişi də yavaş, söhbət də yavaş. Bütün hissləri belə ahəstə-ahəstə olan kəndimizin cinə sarpasını söyləyir. Bax, indi siz onun Gürcistanı bayramıdır. Bu bayram münasibətindən şagirdimi, başımızı ucaldan el oğlumuzu təbrik edirəm. Ona sağlam ömür, sağlam ruh, yaradıcılıq arzuluyuram inşallah. Xoşbəxtlikdən Kəpənəkçidə qələm tutanların hamısı mənim şagirdlərimdir, hamısı. Və mənə kimsə kitab göndərir, inanın ki, o kitabı mən dönə-dönə oxuyuram. Yəni, süzgəcdən keçirirəm. Əlimdə də bir qırmızı karandaş, arada bir kitabın özündə işarə qoyuram. Ömür gün yoldaşım da deyir, hə, hökumətin səni qədər ağır yoxdur. Elə bilir ki, şiirləri hökumət yazır. Daha demir ki, şair yazır. Şagirdlərimin cərgəsində mənə şiir ithaf eləyən demək olar ki, yoxdur. Paşa Talqılıdan başqa, paşamdan başqa. Mən də bir dəfə ona cavab yazmışdım. Haf ki, yaddaşımdan silinib, bir bəndi qalıb. Deyir ki, Araz səndən dürr istəsə, sal gözdən. Yayınmasın bərə gözdən, sal gözdən. Tamahadılı bir mələyi sal gözdən, dönəndə iblisə qorxuda sən. Bəli, indi tamah dünyasıdır, mənim əzizim. Bu dünyada saf yaşamaq, duru yaşamaq çox əngəlli bir işdir. Şagirdim də yazır, Turan yolu, haqqın yolu.
bu haqqın yolunu getmək özü çox çətin olur. Gərək daxilinə güvənəsən, içinə güvənəsən. Bu kitabı mən tələm-tələsik oxudum. 3 gündür, 4 gündür məndədir. Tələm-tələsik oxudum. Şeirlərin birində bir misra mənə rast gəldi. İnsan axtarıram adam kimi. Bu misra hardan gəlibdi? Mövlanadan, Həzrəti Mövlanadan. Onda xırda bir hədis var. Hədisin axırı belə tamamlanır ki, insan axtarıram adam kimi. Mən də tələm-tələsik bir 3-4 bəndlik şeir yazdım. Amma siyasi şeir olduğuna görə burada oxumuram. Mən oxuram, məni damlayalar. Yox, damlamaq getdi, 37-ci ildə öydü. Bir bəndini deyil. Yadımda qalan bir bəndini deyil. Hayır, büyüse bir şey olmuyor ama sabah söz vermiyor. Böyle deyirsiniz ama sabah sözünün arkasında durmayacaksın, ne bilirim. Buyur aile, buyur. Mənə haqdan gələ nur dolu bir can. Bax, budur əzəmət, qürur, ehtişam. Parlaq güneş haqqda, borcumda bir şam. İnsan axtarıram, atmışım. Qalanı siyasətdir, qarışmıram buraya. Bu yadında yaddaşında varsa buyurun. Vallahi siyasətdir. Neydi ben? İndi Sizin hayat çağırlar. Qaran devirdik. Buyurun. Qaran devirdik. Hökmət aldı. Buyurun, buyurun. Burasında deyim ki, mənim kitabım da çap olunmayıb, arxiv olmuş. Söz verənlər var. Biri İbrahim Xəlil müəllimdir burada. Onun bir neçə kitabı var məndə. Vallahi belə unutmuşam. Bir misrasını deyim. Keçmədim, keçə bilmədim. Sınıq körpü sınar deyə. Mən də əlavə eləmişəm. Atam məni tənbih eylər, anam məni qınar deyə. Ay canım ciyərim, bəs borçlarımızı kimə tapşır? Özümüz sahip çıkmalıyıq. Özümüz. Deyir ki, özümdən güclüylə bostanımı əkim. Qayğısına qalım, yükünü çəkim. Nə alim qaydır, nə də ki həkim. Oğlu qızı quralanmış borçalı. Oğlu qızı quralanmış borçalı. Oğullar yad illərə daşlandı. Varlığını torpa uddu, daşlandı. Neşə yerdən, neşə səmtdən daşlandı. Neşə yerdən yaralanmış borçalı. Bağman Abbas nə xırdadır, nə zəlil. Varlığına min sübut var, min dəlil. Nənəm, babam uyuduğu
Hacı Xəlil pirə dönmüş, çıralanmış Borçalı. Pirə dönmüş, çıralanmış Borçalı. Vaxtınız olsaydı. Senin çocuklar. Abbas benim dedim yiyeceğine 2 tane reglamenti yok. Buyur. Şagirdlərini bilsin, çıxarda tutuqdur. Şagirdlərim burada kimlə nə qoyur? Buyur müəllim, buyur. Sən məni bəslədin, qürurlu, mətin. Üzü ay yaşadım, itməz zəhmətim. Sığamaqla gözüm örtülər şətin, sənə çevrilməsin, gönüm borçalır, gönüm borçalır. Sən köşə bağınla, sən şənə daşı. Çila vur, çəkməsin nəm, şənə daşı. Yatmasa yerinə şənə daşın, çarpana daşına, dönüm borçalır, dönüm borçalır. Bahman Abbas, kimliğini dərk ilə, köküme dön, manqurtluğu tərk et. Türk'e güven, öz yerini bərk ilə, arxan borçalıdır, önüm borçalı, önüm borçalı. Televizorda deyirlər, vaxt dəyərlidir. Vaxtımız çatışırsa, 3-cü borçalığına buyur. 3 bəndə. Buyur, buyur, buyur. İlham yol çek deyir ki, Şəhərlər çəkə bilər. Allah bilsin de Rəlabi xanın axırıncı görüşüdür. Onca bütün rəyini boşaldı. Qarqamayla xaş edirəm. Düz deyil, tamam düz deyil. Ben şiirimin yanında yazmışam ki mənim qəbir daşının üstündə yazarsınız. Bir gün halallaşsam obayla, ellə, qazdır məzarımı külüklə, bellə. Süslə baş daşımı, çiçəklə, güllərinə qurban, anam borçaq, anam borçaq. Dağımın, daşımın keçsin ağrısı. Gözümdə yaşımın keçsin ağrısı. Sığal çək başımın keçsin ağrısı. Əllərinə qurban, anam borçaq, anam borçaq. Bahman Abbas bir füqara uzandı. Öz bəxtini, talihini yazan. Miskinlikdə dədə ömrü qazandı. Ellərinə qurban, anam borçaq, anam Uzaq getmə, aşın, uzaq getmə. Allah sen böyle etsin. Yox, havanı davam edə bizdən şey. Hele Allah vaxtına çıksın. Vaxtında. İyi qarım.
müəllim, təşəkkür edirəm, minnətdaram. Çox sağ olasın. Allah səni var eləsin. Allah səni var eləsin. Cənnətə bənzəyir, gələndə bahar. Hər qaya döşündə bir bulaq qaynar. Qartallı qayalar, lil parlı sular. Könlümə düşmüsən yaman, borç alır. Çox çəkdi həsrətin, anam, borç alır. Dişləri göynədən ballı bulaqlar, qoynunda gəzdiyim o göy yaylaqlar, zirvəsi dumanlı, çiskinli dağlar. Mən daha görmürəm duman, borç alır. Çox çəkdi həsrətin, anam, borç alır. Meşələrdə pərvaz edən turaclar, görən halda qaldı güllü yamaçlar. Yamanca qocalıb körpə ağaçlar, uşaqlıq ilimdə qalan borç alır. Çox çəkdi həsrətin, anam, borç alır. Daha gəc deyiləm, mən qocalmışam, güllərin ətrini səndən almışam. Gör neçən illərdir ayrı qalmışam, yaramı sağaltmır zaman, borç alır. Çox çəkdi həsrətin, anam, borç alır. Uğrunda vətən tək, hey döyüşərik, sevinci, kədəri bir bölüşərik. Ömür vəfa etsə biz görüşərik, binəli danışmaz yalan, borç alır. Çox çəkdi həsrətin, anam, borç alır. Doğrudan da şair yalan danışmadı. Bugün sizlərin qarşısındadır. Allah sizləri var eləsin. Məndən borçalı soruşan dostum, borçalı deyilən ağır mahaldır. Qeyrət simvoludur daşı, qayası, tarixə nəzər sal, tamam sualdır, borçalı deyilən ağır mahaldır. Saraçlı Faxralı bənzər gülzara, gözəllik axtarsan Qoçuludan ara, kəfənəkçi sığınıbdır dağlara. Gedib görməyənə arzu xəyaldır, borçalı deyilən ağır mahaldır. Dolan Yağlıcadan çıx Babakərə, hər tərəf gül çiçək, hər tərəflərə, qırmızı körpüdən boylan kürdlərə, borçalı deyilən ağır mahaldır. Allah sizdən var eləsin, borçalımız var olsun. Həmişə gələndə bax belə gözəl məclislərə, toya nişana gəlir inşallah. Hörmətli ziyafət, iştirakçılar üzr istəyirəm. Bu qədər dilini görəcəyiniz ki, bu da bir ziyafət. Bu da poeziyanın ziyafət. Abbas müəllim çıxış eləyəndə bütün hamımız, içidən mən qarşı, o qədər diqqətlə qulaq asdıq ki, elə bil Abbas müəllim dudağından bar sözülürdü. Abbas müəllim özü dedi ki, bu saat dolaşıq dünyadır. Doğru deyir Abbas müəllim. İndiki zamanda bu ticarət psixologiyası qəlbimizə, beynimizə, ürəyimizə elə olmuş ki, başqa şeyi, başqa yer görə bilmirik. Hərə bir cür biznes qurub, hərə bir cür iş görür. Biznes olmadan yalandan nəsə bir iş görmək istəyir, nəsə onlara anlatmaq istəyir. Ancaq bugün Abbas müəllim kimi kişi, sözə qiymət verən kişilər, Binəli kimi, başqa söz qədrini, saz qədrini bilən kişilərin ətrafına dolaşmaq o deməkdir ki, bu verilişin vaxtı qədər, zamanı qədər beynimizdən, ürəyimizdən o cəfən şeylər aralanır, gözəl bir zamanda, məqamda yaşayırıq. Aqillərdən biri deyib ki, insan üç məqamda dili qeybət, ürəyi paxıllıq tanımır. Sevgililər ilk dəfə görüşəndə, ana balasına layla çalanda, insan musiqinin seyrinə düşəndə. Gözəl şəramlar. Bir də eşq elan edəndə. Əli? Bir də eşq elan edəndə. O birini də qorurum. Bu doğrudur. Bugün isə bizim qəlbimizə də, beynimizə də şeiriyyə, sözün müdrişiliyi, o şirin kəlamlar o qədər artıq beynimizə hopub ki, bir anlıq o cəfən tüyündən aralandıq. Arzu eləyərdim ki, o cəfən şeylərdən o qədər aralı olaq ki, beynimizdə, ürəyimizdə sevgi heç nə dedikoduya, nə qeybətə, nə pahalığa, nə pisliyə yer verməsin.
beynimizə, ürəyimizə sevinç doğursun, sevgi doğursun, duyğu doğursun, təmizlik, paçlıq olsun. Və ona görə də bugünkü tədbirimizin bir özəl məqamlarda odur ki, bizi mən sadaladığım məqamlarda yaşadır. İcazə verin, elə bu məqamlardan sonra bizim elimizin, obamızın gözəl şairi Səhrab bəyə söz verin. Səhrab bəy bizim ilahiyyət şeylərini çox yazır. Baxmayaraq ki, o da sonradan yazır, yəni ömrünün o təcrübəsindən yığdığı, gətirdiyi şeyləri qoca vaxtı olsa, hər qoca deyil, maşallah, bağışdan. Biz Abbas müəllim qoca, o da şeirin zamanı Qocası mənəm. Buyurun. Qoca 80 yaşı əqliyirik, yedindən sonra arzu eləyirik bizim cavan şairimiz, elimizin gözəl oğlu, gözəl ailənin üzvüsü, gözəl tələbə olan, el içində hörmət qazanan, indi də gəlib cərgiyə qarışan, öz duyğularını həyata keçirən Binəliyə təşəkkür edirəm. Onun bu məclisinə yığılanın hamısına təşəkkür edirəm, sağ olun. Binəli şeirlərində həyatı kəndi yaşadır, qocaları yaşadır. Dünüyü gözəlləşdirir, dağı aranı bir-birinə bu tarix yazır. Düzdür, mən də yazmışam, yazarlar da yazırdır. Bu şeir kimə nəyə lazımdır? Amma elimizin adını doğrultmaq üçün, bu elin kökünü bildirmək üçün yazmaq, tarixə salmaq lazımdır. Allah qəni-qəni rəhmət eləsin bizim şair Zəlimxana. Onun adı, sanı, onun həyatı, onun şöhrəti bütün dünyada kəpənəkçini tanır. O ilk dəfə Yaxırlı ocağının oğlu oldu, sonra Kəpənəkçi oğlu oldu, sonra Borçalı oğlu oldu, sonra Azərbaycan oğlu oldu, sonra dünya oğlu oldu. Türk dünyasının, İranı, Türkü, hər yeri adımla, sanımla yaşatdı. Onun davamçısı bu gün elə xoşbəxtəm ki, sanki qanatlı quşam, elə bir anadan yenicə doğulmuşam. Ona görə ki, bizim tariximizi yazmağa cavan nəsilimiz, davamçılarımız var. Onlara təşəkkür edirəm, onların qələminin iti olmasını, şüurunun belə təmkinli olmasını, həyatı təsvir eləməsini, tarixə iz qoymasını arzu edirəm. Deyir, mən öz şeirimdən deyirəm, şeirimi yəni Binəliyə görə deyirəm. Deyir, adımla, sanımla şanlı şöhrətli, kəpənəkçi kimi elim var mənim. Hünər meydanında böyük qiymətli, kəpənəkçi kimi elim var mənim. Qeyrətdə bəllidir, aqillər bilir. Tarix tanıyır kəpənəkçinin gemini. Aqillər bilir, hər eldən, obadan qonağı gəlir. Günbəgün ad alır, səsi yüksəlir, kəpənəkçi kimi elim var mənim. Əzəldən ağalar bəylər nəslidir. Borçalı elində ən həvəslidir. Borçalı elində ən həvəslidir, o bir yadım yox. Borçalı kimi elim var mənim. Alimi, şairi, aşıqları var. Qeyrətlə ad alıb, olub bəxtiyar. Böyüdüb qəhrəman igid oğullar, kəpənəkçi kimi elim var mənim. Söhrab o eldən qüvvət alıram, günbəgün fəxr edib mən ucalıram, torpağına, daşına qurban olaram. Kəpənəkçi kimi elim var mənim. Kəpənəkçiyə qiymət verən, burada danışılan hər bir insanlara təşəkkür edirəm ki, kəpənəkçi haqqında müsbət fikirləri var. Allah hamımıza can sağlığı, gün xoşluğu versin və bizim bu həyat, bu kəpənəkçinin bu adı sanı sizin qarşınızda həmişə ucalanan olsun. Deyir, şair həqiqətdən yazar, yaratar. Könüllər fəth edər, ruhlar oyadar. Kim onu xatırlar, kim yada salar, bircə nəsiyyətli sözü olmaz. Kəpənəkçi yazarlarının hamısı baxırsan ki, doğrudan da kəpənəkçinin qiymətli sözləri,
tarixə düşən sözləri, könüllərə oxşayan sözlər yazırlar. Yəni, yazmaq hər cür olur. Amma o şeirlərin tərkibində nəysə də könül açan bir teması olmasa, o qədər insana oxşamır. Allah sizə can sağlığı, gün xoşluğu versin. Mən gözəl, cavan şairimiz, mənim fəxrim olan, elimin fəxri olan Binəli qardaşıma xoş günlər arzu edirəm. Qələmi it olsun, gələcəyi xeyirli olsun. Belə dönə-dönə tarixi şeir kitabları çıxarsın, tarixi poemalar, nə bilim, nə istəsə onlar Amin, amin. Hamı sağ olun. Çok sağ ol, minnettarım. Allah sizi var eylesin. Kepenekçi hakkında bu kadar şiirler yazdım. Bugün Kepenekçi hakkında bir şiir söylemenize okuyun. Həsrət məni qəm atına mindirib, yaman darıxmışam, ay kəpənəkçi. El oba yanğısı məni dindirib, yaman darıxmışam, ay kəpənəkçi. Dağlar oylağımdır, binələr yarım, bu eşqi, sevgini dehardan alım. Gözləyir şairi, bələnim, yalım, yaman darıxmışam, ay kəpənəkçi. Mən bənövşə deyib bəndə düşmüşəm, yel dağını aşıb kəndə düşmüşəm, yaşamaq eşqinə səndə düşmüşəm, yaman darıxmışam, ay kəpənəkçi. Binəli dağlarda çiçək gül deyir, çaylar coşub, bulaqlara dil deyir. Dumana bürünüb yaylaq, gəl deyir, yaman darıxmışam, ay kəpənəkçi, yaman darıxmışam, ay kəpənəkçi. Bax, bu həsrətin sonu bitməz. Allah sizləri var eləsin. Ayda xanım, üzr istəyirəm. Bizim burada bir balaca şairimiz var, Röyal bəy. Abbas Abdullah'ın nəvəsidir. Acar olar, bilirsiniz, hamısı bir yandan şairdir. İki nömrəli məktəbin 4-cü sinif şagirdi. Görüm ayrı. Yada qalandı, ürəyim dərdlərdən oda qalandı. Söz, söhbət, hay qardaş, canlar alandı. 5 günlük dünyadır, mehriban yaşa. Bel bağlama, yoxdur vəfa dünyada. Saymaqla bitməz ki, bəla dünyada. Söylə, etməyən var xəta dünyada. 5 günlük dünyadır, mehriban yaşa. Zidd olma, Allaha yaşa imanla. Sənin də əllərin əsər zamanla. Can deyib, can eşit, qoca cavanla. 5 günlük dünyadır, mehriban yaşa. Binəliyəm, mən də eldən güc aldım. Dəyər verdim, dərin sözə ucaldım. Ağır ellər, gəzə-gəzə qocaldım. 5 günlük dünyadır, mehriban yaşa. Ananız burada deyil, mən onu axşamdan gəlməliydim yanına. İndi bu günlər mən Binəli qardaşımızın işi olduğuna görə onun anasının timsalında sizlərə böyük şairimizin bütün dünyaya peçat vuran və mənim əlimdə sənətimin pasportu olan, ya mən arxa cəbhədə döyüşən sənətkarlardanım, ona görə heç zəhmətimi də görmüşsünüz. Amma ona da haqqım var, Büyük Çingiz müəllim, çox sağ olsun. Zəlimxan Yaqubun ana laylası bilirsiniz, dillərdə əzbərdir və bugün Binəli qardaşımızın anasının timsalında Allah ölənlərə, rəhmət qalanlara can sağlığı bir haşiyə çıxım. Hüseyin müəllim bəyək bir səsə bənzətdi məni. Elə də bir insan keçirdim, mən də alçaqdan oxuyuramış studiyada. Dedim, Ruslan Səfəroğlu'na yazıb ki, bu səsi mənə göstərin. Dedim, abla, mən hara, onlar hara, o mənim yaxda, bu yaxınlardan da gelib bir yaxşı yerə gəzirlərdi. Mən dedim ki, məni anırı gizləməkdən başqa mən görməmişəm kimsə çəkə, deyək ki, belə bir adam var. Əlimi belə ülküçü tutmuşdum, deyən televiziyalardan kəsiblər. Yəni ki, söhbət ondan getmir. Biraz açıqlama verirəm, çox üzr istəyirəm. O da tutmuşdum mən. Amma sizə bir şey vurğulayım ki,
O şiir ana laylası mahnı olub və mənə təqdim olunub. Niyaməddin Musayev, o səs mənəm. Özümə təqdim elədi, hətta sözlərini bilmirdi. Dağda duman yeri var, qaşda kaman yeri var. Dedi, xanım, sən gələnə ki, mən onun üstündə bəstələmişəm ki, sözlərin bəndlərini də sən seç. Hamıya vermişəm, dedi. Oxuyanmadılar, dedi. Hətta, əstağfurullah, əstağfurullah, Mələk xanım kimi sənətkar. Sana ölçüb biçmişəm. Ben de dediler, ya ki belki biz okuyaq, dedi yox. Buna mahnı mənimdir. İndi həmin o ana laylası, Türk dünyasında ve bütün Kərkükdə, Qızıl fonda düşən ana laylasını sizlərə çatdırıram. Çünki borcumdur Kəpənəkçi elində bunu çatdırmaq. Bizim de gəzdirib bizi, hələ də çatmayın sona laylası. Allah analara can sağlığı versin. Oynaya da bilərsiniz, gülə də bilərsiniz. Binəli bayramıdır.
Şirin ağlasın, sensiz acıladı mı? Hayaller dilim ağlasın. Eşk olsun her birinize, çok sağ olun, teşekkür ederim, sağ olun. Çok sağ olun. Sağ olun Ayda Hanım. Meclisin bütün havasını değişti. Eşk olsun size. Çok var olun. İcazə verin. Yəni bu da acı ruhlardandır. Onlar yəni bəxt edin. Bir yandan hamısı şair, şeiriyyət, poeziyadır. Cənnət xanım buyur görək. Şanımdır, bayraq mənim qanımdır, Türk oğluyam mən. İslam bir imandır, şərəfimdir, şanımdır, bayraq mənim qanımdır, Türk oğluyam mən. Düşmənim çoxdur mənim, heç qorxum yoxdur mənim, sözlərim oxdur mənim, Türk oğluyam mən. Vətəndir adım sanım, vətənə qurban canım, başım üstə Quranım, Türk oğluyam mən. Kör olsun düşmən gözü, pənahın Allah özü, Binəlinin son sözü, Türk oğluyam mən. Var ol. Meydan sağdan doğrukan ben, buyur. Ah yarim, ey garip memleket, ey gurbetli yar, demek yollarımın oyatıp geldiysen, oy yazılsın Allah'ım bilir. Ben öz dastanımın yazıp gelmişem, yaman gelmişem. Yaralı yadısın, Allah'ım bilir, yaman. Ben öz dastanımın yazıp gelmişem. O darlıdan eller kalbim kana, eller birlikte gerek göz alırsan. Yollarımı alıp gelmişem, alın yarısını Allah'ım bilir. Ben öz dastanımı yazıp gelmişem. Kayalı kulaklı da buradadır, damlayım kayadan sınıf gelmişem. Özümdür gayaya bildirip beni, ağladan ağlamaya sen Allah'ı öldürmem, vatanda derdimi kalıp gelmişem, oy aman ölürüm, oy aman. Öyle sen Allah'ı gurbette öldürmem.
de xahiş edilmeden alırsan. Bunlarla bir qarada yaşadı. Səadət xanım. Gəlişimlə hər yerə səadət aparan, işıq aparan, nur aparan, xanım xatın anamız, şirin bacımız, Borçalı ədəbiyyatının, Borçalı şeiriyyatının qaymağı, beçə balı, nə bilim, botal pendiri, nə bilim, nə, özün bilərsin elə şeylər. Mən bizim Səadət xanım, sizin getdiyiniz yeri, hər yer sonra ziyarətgaha çevrilir. Səadət xanım, bilmirəm, bizneslə məşğuldur, nədir? Bir gün görürsən Türkiyədədir, ikinci günü Bakıdadır, üçüncü bizdə. Sənin pulu miqdarını deyil, biz də qrafik tutaq. Sizin sifətinizi görəndə qəlbimizdə yalnız sevgi hissi, məhəbbət hissi, şeiriyyətə, poeziya, sevgi hissi o qədər aşıqlaşır ki, deyirik ki, Səadət xanım, biraz senzurdan kənar olsun, mən bilirsən ki, biraz deyirəm nə oluydu, müəllim, icazə versəydiniz, kongres bir qərar çıxarsaydı, Səadət xanım Borçalı bir ərə verərdik, şairə bir adamı, qoymazdı, ona da buraya getməyə. Nə qədər əlimiz ağlı qalacaqdı, nə qədər arxasında baxacaq, qoy gəlsin, yanımızda qalsın. Qərarla qadağan eləmişik, onu istəyən çoxdur, çəkənmir. Valla, öpürəm, Allah səni var eləsin. Həqiqətən Səadət xanım, İstəyərəm bir də rəhmətli bütün Borçalıların, poeziya severlərin qəlbində özünə elə bir yer tutub ki, o yeri heç nəvəz eləməmişikdir. Siz bizim poeziyamızın şahı kralısınız. Ama kadınlar için de, kişilerle işiniz olmasın. Buyurun. Çok sağ ol. Ay Çingiz atam anam, mən pulum, gəlirim, sən, o elmin yaxşı olanları sağ ol. Ömrüm Gülmay Kəpənəkçilər, yenə də sizdə görüş, sazlı sözdü. Allah Binəliyə can sağlığı versin. Mən Binəliyi Bakıda küstürdüm, gedə bilmədim, gözüm ağrıyırdı. Rəxcanınızda. İndi də burada sən Allah'ım, işə bax ki, bugün muzeyə qonaqlar gəldi. Heç o qonaqlar rahat çay da içmədilər. Burada içərlər. Allah qoysa. İndi onlar da gələr, təbrik edirlər Binəliyi. Binəli məlum məsələdir, kəpənəkçidir. Kəpənəkçi Borçalıdır, Borçalı kəpənəkçidir. Yəni ki, Binəli o qədər istiqamlı, o qədər mehriban bir oğlandır ki, Allah ona yar olsun. Hər dəfə görəndə şirin dillə əhvalını soruşar. Gözəl qələmi var, yazır. Əlbəttə ki, kəpənəkçi Əjdəlimxan kimi bir dünyaya məşhur insanı getiribsə da, Binəliyi də getirəcək və ayrılarını da getirəcək. Həmişə bu ocaq qaynar olsun, istisi bütün aləmi götürsün. Yəni ki, Ramiz müəllim, qurban olum sizdəki o ürəklərə qurban olum. Hansınızı görəndə mən yaşamaq istəyirəm, ürəklənirəm. Binəli, bugün sən buraya qayıtmağın çox gözəl bir iş oldu ki, gəldin burada da öz xalqın, öz elin, öz köyündə, öz cəmaatın arasında özünə ad günümü deyək, kitab təqdimatımı deyək, keçirdin. Bu gözəl şeydir. Qaça-qaça gəlmişəm. Allah səni saxlasın. Sənin hər bir şeirini diqqətlə oxuyuram. Vallahi nə deyim, sana uğurlu yollar, tükənməz ilham, qaynar ilham, can sağlığı arzu edirəm. Şiirdən bir balaca deyim ki, onlar da var, onlar da çıxış eləsinlər. Anam Borçalıda bir kəpənəkçi, təpədən dırnağa sir kəpənəkçi. Zəlimxan yetirən nur kəpənəkçi, yığdı başına tamam aləmi, alqış qələminə şair Binəli. Bu köydə adı var təpə dağın da. Hər təpə dağın İsrəfil ağanın, Emin ağanın, Mahir bağbanı var Baxçanın bağı. Burada Kərəm gördüm, yanı lələli, alqış qələminə şair Binəli. Butayam naxışdan, söz naxışından, arzular göyərsin yaz yaxşından, Binəli adından öz naxışınla,
səsin sədan alsın. Bütün aləmi, alqış qüdrətinə şair Binəli. Allah sana can sağlığı versin, köyün xoşluğu versin. Atamanım, sana bir köynək almışdım bu vaxtdan. Vaxtda təbrik edirəm. Buyurun, çıxış elə. İndi mənim komandam gəlsin, mənim qonaqlarım. Gəlin, siz də təbrik edin. Mən qonaqları təqdim edeyim. Deməli, bugün gözəl günümüzdür ki, Gürcüstan Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət xanım buradadır. Yaradıcı müəllimimiz hamımızı sevdiyi Esmir xanım buradadır. Və bütün Səadət Xütay yaradıcılığına qiymət verir. Bu qədər bir olay əldə çəkədən bütün müəllimlərin hamısına təşəkkür edirəm. Səadət xanım, buyurun, xahiş edirəm. Çıxış sən. Sonra Esmir xanım, buyurun. Hamınızı xoş gördük, hörmətli qonaqlar. Bəli, bugün Binəli müəllimi ilk dəfə də olaraq mən görmüşəm və izlədiyim şairlərdən biridir. Mübarək olsun, bildiyimə kitab təqdimatıdır bugün. Təbrik edirəm. Ümumiyyətlə, bizim Borçalımızın Kəpənəçi kəndinin yazarları çoxdur. Bu yaxınlarda da Allah rəhmət eləsin. Bizim Zəlumxan Yaqubun 75 illik yubileyində olmuşuq, iştirak eləmişik. Çox böyük, doluğun bir təsviratlarla qayıtmışıq. Eliniz var olsun. Ümumiyyətlə, hamınız var olun. Elim var olsun. Elimi sevən xanımlardan biriyəm. Vətənimi sevən, dəyərli insanlara hörmətlə yanaşan, sizin gözəl insanların varlığı mənim varlığımdır. Bu dünyada biz nəyə dəyər verməliyik? Yalnız və yalnız insanların, yaxşı insanların var olmağına. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm Səadət xanım.